Deməli, uşaqlar baxırıq sınav 3 kimyadan. Birinci sual 61. Elektron sayı necə hesab? 7, azot 7-dir. Üzərinə gəlsin hidrogen 1-1-i 4-ə vuranda 4. Üstə gəl müsbət varsa çıxırdıq. 11, 10. Elektron sayı 10-dur. Proton sayı azot indeksdə toplu 754, 11-dir. Neytron sayı hidrogen neytronu yoxdur. 14-dən 7 çıxan bu da edir 7. İndi bunu nə edirik? Müqayisə edirik. Daha özünüz müqayisə edin də bu sadə bir şey. Suda məhl lakmus kağıdını göyərdən suda həll olan, suda həll olmur. Suda həll olmur. Suda həll olmur. Fikir verin, bax, suda həll olmur. Bunlar suda həll olur. Aktiv metallar NH4, OH götürə bilərik. Natrium 2O2-nin əmələ gəlməsini müəyyən edin. Deməli, əmələ gəl A-nı bölən 1-ə eləyir A. 64. Adi şərtdə aqroqatarlı bərkdir. Bu bərkdir. Süzmə ki, qumdur da, qumun tərkibi. Bu da qazdır. İki test arasında fərqi uşaqlıq görürsünüz də, yəqin ki. Turş oksididir. Bəli, deyə bilərik. 64, 65. Tuzan suda həll olma qabiliyyətini müəyyən edin. Suda yaxşı həll. Ümumiyyətlə, natrium, kalium həmişə yaxşı həllənan olub. Argen həll olunur. Argen xlor töküntüdür. Təsəvvür tabaşir kimi məhl oluyor. Tökür suyun dibdə. Aydın oldu. Sonra baxırıq. Birə uyğun gəldi nə? Birə uyğun gəldi A, B. Hansı variantdır? A, B, C. Deməli A, C. Bu C-dir. Deyirəm ki, B var. A, C, B. A bəndi. 66. Elektron temperatur əmsalı. Düsturumuz V2-nin V1-ə nisbəti, T2-nin V1-ə nisbəti qamma üzərində T2 çıx T1 bölünsün 10. Burada baxım nəsə var. Yoxdur, A bölünsün, B bölünsün A yazacaqsınız. B bölünsün A, həll edib tapacaqsınız. Bu da riyaziyyatdır. Reaks görsət nə olub? Ferin hidrogeni çıxardıb, əvəz edib. Əvvəl xlor hidrogenlə idi, indi ferin. Deməli, nədir? Əvəz etmədə bir bəsit, bir mürəkkəb. Dəyişmədə ikisi mürəkkəb olmalıdır. Sonra deməli, burada OH varsa, deməli, bu əsasdır. Turş, hidrogen varsa turşdur, deyə bilərik. 2 qat, yox, 2 qatda 2-dir. Alınır 2-dən, yəni 2 də metal. Bu da deyil, bu da deyil. Əsaslı, bəli, götürə bilərik. Oldu 2, 4. Sonra növbət sualımıza baxırıq. Reaks işdə gedən maddə emulsiyon zamanı asıl qrafikə verilmişdir. İndi biz bunu yazaq, belə kifayət tapa biləsi deyilik. Bu da demək, reaksiyona daxil olur. Görsən, Y əmələ gəlib, Z əmələ gəlib. Demək, X reaksiya daxil olub, Y-lə Z əmələ gəlib. Bax, bu da dönər reaksiyadır. X daxil olub, Y-lə əmələ gəlib. Elə burada B-bənd uyğun gəlir, belə baxıram. Burada yeni hesablıq. Z 3-dən 1-ə düşüb. Yox, daha da Z əmələ gəlib 1. Z-ə 1. Y 3 əmələ gəlib. X-imiz 3-dən 1-ə düşüb 2. Yəni düzdür B variantı. İndi şey də olmaya bilərdi də, uşaqlar, necə deyim. Başqa variant da ola bilərdi, oxşar. Amma izah verdim. 70. Nədir bizə? Ayran istilik, reaksiya sərf olunan 33,6 gözü nə verib? 700 verib kilojoule. Düz. Oksigen nə qədər? 3 vurum 22,4-ə, 67,2-yə nə qədər istilik ayrılıb? A istilik ayrılıb. Buradan tapırsınız neçə eləyəcək. Bizə A-nı tapmaq lazımdır. A-nı tapacaq. Sonra baxırıq hansı suala. SO2 üstünləri doğrudur. Duz əmələ gətirmək. Duz əmələ gətirmək üstə 4 dənə CO, NO, N2O, silisium. Duz əmələ gətirən səhvdir. Oksigen həmişə 2-dir. H3O-da CO-dan başqa orada 3 variantdır. 2-nin oksidativ dərəcəsi müsbət 4-dür. Bəli. Bu qazdır. 2, 3. Hansı münazirə doğrudur? Niyə bəli? Oksigen mənfi 2-dir axı. Burada X yazıq. X sıx. Mənfi 2, 2, 4 bərabər 0, X bərabər 4. Hansı mübarizə doğrudur? Endotermik mənfi 2. İstiliyin deməli ayrılması, udulması bu reaksiyalarda
Məncə keçmişdik. İstilin ayrılması eksodur, istilin udulması endodur. Deməli, bir düzdür. Homogen bərk və qaz yox. Homogen yalnız qaz. Bərk olsa belə yenə heterogen gedir. Nəyə görə? Heç də bərk-bərklə öz-özünə reaksiya getmiş olar. Bərkin bərklə reaksiya getməsi üçün orada müəyyən bir necə deyim, qazmı, mayəmi olmalıdır, mühit olmalıdır ki, buna bərk-bərklə necə reaksiya gedə bilər? Özünüz düşünün. Getməsi mümkündür? Mümkün deyil. Gələ orada nəsə aqrət halı dəyişilməlidir ki, məsələn, dəmirlə kükürt. Apar dəmirlə kükürt tök bir yerə. Mümkündür getsin reaksiya? Xeyr. Deməli, nə olmalıdır? Biri maye halına keçməlidir. Deməli, 2 mümkün deyil. Parçalama reaksiyasında reaksiya məhsulu olan yalnız bəhsin maddə olub, mürəkkəb də ola bilər. Kalsium karbonat, məsələn, parçalanın kalsiumu üzərinəsin CO2. Qarşılama ayrılma üsulları bu demək süzürük, buxarlandırırıq, distil edirik. Hansı reaksiya təzyiqin dəyişmə kimyəvi tarzda təzyiq dəyişir? Bərklərə baxmırıq. Bax, bərklər silirəm. Hər yerdən bərki silirəm. Yod olsa da qaz halında verir. Ona görə baxacaq. Bəlkə dərsi 4-4 dəyişməyib. 1-1 dəyişməyib. Əmsallar toplayalım. 1, 3, 4, 2 dəyişib. 2-2 dəyişməyib. Yalnız 3. Sonra 74-də keçir 75-ə. Əmsallaşdırın. Belə şifaya görə əmsallaşdırmaq olsa, əmsallaşdıraq. Yoxsa 2, 3 yazsa bura düz gəlir. Kopram gedib harda? Sıfırdan gedib nəyə? Müsbət 2-yə. Sıfırdan müsbət 2-yə gedib, elimizdə 2 elektron. Sıfırdan 2 elektrondur. Amma solda da sağda eyni sayda olduğuna görə elementlər, yəni nöqtə kimi dərəcələr eyni olduğuna görə fərq yoxdur. Ona görə əmsallaşma soldan başlayacaq. Baxın necə yazır? Sol. Sol. HNO3 müsbət 5-dən gedib, NO3 bura baxmıram, müsbət 4-ə. Azot doluğuna müsbət 4, o da 5-dən müsbət 1 elədi. Burada müsbət 5, burada 2 dənə müxtəlif oxsigen kimi dərəcəsi, orada 1 dənə oxsigen kimi dərəcəsi. Ona görə sağ əmsallaşır, sağ yazır. Eləndə ki, bura 1, bura 2. Sağa hansına bura yazım 2. Yəni dəyişək bunu. Qarışmasın. Bura düşəcək 2. Soldakından 1 düşür. Aha, deməli 4 dənə azotsa 4 yazacaq bura. 4 dənə üçün 12, bura düşür 2. İndi bax, oksigenə düşsə, deməli 3-ü 2-yə vuram 6. 6 üzərində 10, 12, 12. Deməli biz əmsallaşdırdıq. Əmsallaşmağımız da düzdür. Biz əmsallaşdırmışıq. HNO3-ün əmsalı da HNO4 olacaq. Cavab A variantı. Keçirik 76-ya. Sulfonatın hidroksi mol miqdarı. Deməli uşaqlar, biz necə götürürük burada? Turşunun əsasına hissədə 1, hissədə 3, hissədə 2. Buna da müqayisə edəcəyik. Hansı qabda turşu alınmır? Turşu alınmır. Deməli, ümumiyyətlə bunlar nə verir? Əsas aktiv metala heç də turşu vermir. Ona görə bunu götürürük. İndi SO da bilməm nə ilə reaksiya girir. Turşu alınmır. Reaksiyanın getdiyi qabı təzyiqi 2 dəfə artıq, reaksiya sürəti necə dəyişir? Təzyiq yəni qaz. Təzyiq 2 dəfə artıq. 2 üstü 2, yəni CO-nun kvadratı vur oksigen. Üstü 1-dir də. Bura 2 yazıram, bunda 2 yazıram. 4 vur 2, 8. 8 dəfə artar. 79. Elektron sayı 7. Əməliyyatı ionlarda elektron sayı. İkisində də elektron sayı eynidir. İndi isə bu müsbət 3-dür. Olmalıdır ki, 13-dən 3 çıxanda elektron olsun. Deməli, formuludur. X elektron sayı 7-dirsə, uşaqlar, yadınızda qalsın. Bu azotu da bilirik, amma S2P3-dür. 3-cü qrupdur. 13-dəki S2P1-dir, metaldır. Metalsa qeyri-metallar tək elektronların sayını hissəsə normal halda o cür variantı göstərir. Bu 3-dür. Bu da 3-dür. 3-lə 3 getdi, qaldı X idi. Məsələn, alüminium N-dir. Əslində formul alüminium N-dir. Alüminium N-dir.
Bax, əmələ gətirdiyi ionların elektron formulları sp6 kimidir. Ola bilər, bəli. Aslında sp, neçə dedim onu, 1, 2, 4, p3. Yəni, neyini tamamlanır da oktet qaydasına görə. Yəni, bu tamamlanmalıdır. Bu 6 keçir. Bu isə müsbət 3 olduğundan bu da sp6 keçir. X katyondur. Y isə Y anion ola bilməz, metaldır, səhvdir. Y atom burası X atom burasından böyükdür. Y atomu radisi. Deməli, bu nə dedik? sp1 belə yazaq da, kombinasiya bunun hamısı düz oldu. Deməli, burada 1 düz oldu. 3-ə baxırıq. 3-ə baxırıq. Yəni, başa salaq. Bu oldu 1s2, yəni 2s2, 2p3. 3s2, 3p1. Əlbəttə, dövr böyükdürsə, radius da böyükdür. Keçir 80-ə. 2-nin qatlığı 60-dır. Hidrogenə görə sürət 10-dur. Hidrogen qatlığı neçə saniyə var? H2-nin qatlığı 20 olar. Deməli, reaksiya girən maddə azalır deyə C1 çıxsın, C2 bölünsün ta olacaq. Bura mənfi yazacaq. Reaksiya əmələ gələn maddə desəydik, C2 çıx C1 olacaqdır. 10 çıx 60, yəni yerindəki 60 çox 50, 50 bizə nəyə soruşur? Dəqiqə, düz demədim. Qatlıq 20-dir, 60-dır. 60 çıxsın 20 eləyir. Nəyin ilkin qatlığı? Bir dəqiqə biləsiniz, sakitəm. Deyir ki, bir də baxaq. Reaksiyanın hidrogenə görə sürəti 10-dur. Hə, bu sürəti 10-dur. Bu bir dənə yazım. Bunu qatlıq götürmüşəm. İlkin qatlıq C1 bərabərdə 60. Hidrogenin qatlığı 20-dir. İkinci. C2 bərabərdə 20. Aha, biz yazırdıq. C2 çıxsın, C1 bölünsün ta. Bura mənfi yazırdıq. Nəyə görə mənfi yazırdıq? Hidrogen haradadır? Soldadır. Solda duran reaksiya girdiyi qatlığı azalıb C1 çıxsın, C2 olacaq. Bunun açışı bu deməkdir. Deməli, 60 çıx 20. 40, 40-da böldüm, ona tapacağım. Bax, azot müsbət 5-ci qrupdur, maksimum müsbət 5-dir, minimum mənfi 3-dür. Müsbət 5 isə tutam mən 5-ci mərtəbədəmsə aşağı düşə biləm də, yalnız reduksiya ola bilərəm. Azala bilər. Mənfi 3 də yuxarı qalxa bilər, yalnız oksidləşə bilər. Reduksiya ola bilərsə, demək bu oksidləşdiricidir. Oksidləşdiricidir. Oksidləşsə demək bu reduksiya edicidir. Reduksiya edicidir. Yalnız ortada olansa həm oksidləşdir, həm reduksiya edicidir. O 81-də variantı özü tapırsınız da mən tapmıyorum. İon rabitələrin sayı. İon rabitələrin sayı necə tapırıq? Alümin variantı neçədir? 3. 1 3-ə vuram, burada elədir 3. Natrium isə 1. 1 2-yə vuram, elə 2. Kalium isə 1. 1 vuram, 1 müqayisə edirsiniz. Hansı reaksiya gedir? Deməli, argon necə başa salmışdım? Pasiv metallar. Bu mümkün deyil. Mümkün deyil. Bəli, ferin kupurundan qabağa yerləşir. Mümkündür. Biz demişdik, metalın artıq sırasını yazırdı. Kalsiyum. Görsə, sink feriumdan qabaq gəlir. Ona görə bu reaksiya gedir. Bu da ki, mümkün deyil ki, geçsin. Çünki bax, sink harada yerləşir, kalsiyum harada yerləşir. 84. Xlor turşusun qatlığı. Qabda gedən reaksiya sürətini necə artırmaq olar? Deməli, çox maraqlı sualdır. Reaksiya sürətini necə artıra bilərik? Xlor turşusunun qatlığını azaltmaqla yox, əksinə artırmaq düz mütənasibdir. Bu səhvdir. Dəmiri xırdalırsan, bəli. Bir o dəmir xırda olar, daha yaxşı gedir. Bir o böyük, bu düzdür. Reaksiya gedən qabın temperaturu yox. Temperatur artırmaq lazımdır. Bəli, bu da düzdür. Dövr sistem
İkinci qrupda gəlir ki, X elementi valent elektronları, amma elektronlar 10% təşkildir. Demək, ikinci A. Eski sistem ikinci A yarım qrupu X elementi valent hesablayın. Bir dənə baxım, dövrü sistemin ikinci qrupda yerləşirsə, eskidir. Eskidir, deməli, 1 eskidir, 2 eskidir, bilmirik. En eski, NP0. Valent elektronlar 2-dir. İkinci qrupda yerləşir 2-dir. Ümumi elektronu X-dir, bilmirəm. Vururam 100-ə bərabərdir 10. 202 normalde 20. 20 eləyir. Bura 20 yazsam, 20-dən 2 çıxarsam 18. H-klor reaksiya daxil olur. H-klorla daxil olanlar, natriumla daxil olanlar deməli necə yazaq? Y tapaq. Hər ikisindən girən. Mən də bayaqdan deyirəm buna necə yerəkdir. Hər ikisi reaksiya daxil ola bilər. Deməli sink OH xlor 2 gedə bilər. Argentum getmir. Sink oksid də ola bilər. Tərkibi. Diazot monoksid. Diazot monoksid. Görürsünüz, diazot monoksid. Diazot trioksid. Görürsünüz belə. Azot monoksid. Görürsünüz belə yazırıq. Oksigen kütləsini verib. Ozon kütləsi 72 qramdır. Kütləsi 72'dir. Bu isə 48'e 16'dır. 72 belə, yəni götürdüyümüz kütləni ötəri kütləsinə bölürəm ki, görüm həqiqətdə bu neçə moldur? 1.5 moldur. Həcmi də soysam 1.5'i vuram 22.4'ə tapım neçə 89. Alınan koprimonun mol sayı. Deməli kütləsi 32'dir. Bunun kütləsi A-dır. Mənə A-nı da B-ni tapaq da. Kütlə 32-dirsə, nəqid oksigen reaksiya daxil A girir. 2-ni vuram 64'də, 128'də də neçə qram oksigendir? 32 qramdır. Bunu da özü tapırsın neçə eləyir? Yenə də 32 qrama kuprimonun mol sayı B moldur. 128 qrama da 2 moldur. Diqqətli olun, molla kütlədə burada qarışdırmayın bir-birinə. 90. Reaksiya daxil olub duz əmələ gətirən maddələr. Mol miqdarı 1 moldur. Alınan duzun adın ismi alt kütləsini tapaq. Bax, 1'ə 1'dir. Üzərinə gəlsin. Yox, mən nə yazdım? Üzərinə gəlsin H-brom. 1-dirsə, bir dənəsini əvəz edəcəyimdə alüminium OH 2 brom. Üzərinə gəlsin nə? H2O. Brom maddəm budur. Nisbi atom kütləsində daha özünüz hesablayıb tapırsınız neçə edəcək.